Salam vaxtı xeyir olsun, değerli qonaqlar. Azərbaycan mədəniyyət və incəsənətinin değerli ziyalıları, böyük sənətkarlar, hörmətli qonaqlar, Əli Vahid deyib bu ünvana, bu süfrəyə gələn Əli Vahid sevərlər. Tabii ki, bugün yığıldığımız məram aydındır. Əli Vahid Çaylı ömrünün 70-ci baharını burada bizimlə qeyd edir. Ömrünün ilk baharına o salamı Şirvanın ürəyi, Şamaxının gözəl bölgelerinden biri Çaylı kəndində salam verib. Orada onun beşiği yerlənib, güllüyü Dədə Baba dili ilə desək asılıb. O həyətdə yıxılıb, durub, dizi ağrıyıb, qanıyıb, ağlayıb, ağrıyıb, oranın havası ilə, suyu ilə böyüyüb və ruhunda, qəlbində o yurda bağlanıb. Vətən adlı qibləsi Şamaxı, vətən adlı qibləsi Şirvan, vətən adlı qibləsi Azərbaycan. Azərbaycan dövlətçiliyinə, torpağa, bayrağa, yurda bağlı bir insandır Əli Vahid Çaylı. Əli Vahid Çaylı yazanda ki, Şirvanlıyam, şamım var, şöhrətim var, şanım var. Sənə qurban canım var, eşitsin Şirvanlılar. Yanan odla yarıyam, zirvelerin qarıyam, yönü yurda sarıyam, eşitsin Şirvanlılar. Dərdin dərd sərasıyam, yurdun yurt parçasıyam, ol çaylı balasıyam, eşitsin Şirvanlılar. Şirvandır haqq ocağı, Çıraqqala çırağı, müqəddəsdir torpağı, eşitsin Şirvanlılar, eşitsin Şirvanlılar. Yani harda olursa olsun yönü, qibləsi Şirvandır, Şamaxıdır, Çaylıdır, vətəndir. Aslında bu bir həqiqətdir ki, vətənine, yurduna, köküne bağlı olana el, vətən, xalq dəyər verər. Özü də qiymətli olar, sözü də qiymətli olar. Bax o qiymətin, o hörmətin dəyəridir ki, bugün onun 70 ilinin yubileyinə bu qədər değerli ziyalılar cəm olur. 70 yaş Əli Vahid, ömrün kövrək payızı değil, hikmətin bahar çağıdır. 70 yaş insanın özünü tanımasıdır. 70 yaş insanın özünün özüne sığınmağıdır. 70 yaş kazandığın hörmətin zirvəsidir. 70 yaş təcrübədir. Qoruyub saxladığın dəyərdir, qoruyub saxladığın şəxsiyyətdir, qoruyub saxladığın mənəviyyatdır. Bir də sufi ədəbiyyatında, təsavvufda deyilir ki, hər 7 ildən bir insan iç dünyadan dəyişilir. 70 il 17 deməkdir. Yani siz 10 dəfə ruhən, qəlbən, daxilən saflaşan, paklaşan, təmizləşən, yeniləşən bir insansınız. Ömrün uzundan arzulayıram Əli Vahid. Əli Vahid 70 ilin 70'i de mübarək. Deyirəm ki, insan ömrü niyazdır. Bu hikmeti duyan var mı? Yaş olsa da 90 ya 100 bu dünyadan doyan var mı? Var mı diyen ayrılığın şerbetini içim daha, şimdi diyen 100'den sonra vaxt yetişip köçüm daha. Arzuların sonu yoktur yaşasaqda, zaman zaman her neçədə gedir geçsin, insan doymur yaşamakta.